Əgər bir gün Allah eləməsin iPhone-unuz oğurlansa və ya itsə, bu parametrlər açıq olmasa, həqiqətən də çox peşman olacaqsınız. Ayarlara daxil olub aşağı gəlirik. Face ID paskod var. Bura keçid edirik. Yenə aşağı doğru gəlirik. Burada Control Center var, üçüncü. Onu deaktiv edirik, əgər sizdə də aktivdirsə. Bunu deaktiv etdikdə sizin üzünüzü telefon oxumasa Face ID yəni. Control Center aşağı düşməyəcək. Bununla da telefonu nə pilota qoya biləcəklər, nə Wi-Fi, nə interneti söndürə biləcəklər. Bu səfər parametrdə Apple hesabınıza, yəni birinciyə keçid edirik. Aşağı doğru gəlirik. Üçüncü Find My var. Bura keçid edirik. Burada birinciyə keçid edirik. Burada olan bütün parametrlər, yəni üçü də aktiv edilməlidir. Bunlar aktiv edildikdə telefonunuz sönülü halda olsa belə yerini müəyyən etmək mümkün olacaq. Bu videonu yaxın dostlarınıza göndərin, onlar da faydalansın.